Bugün keçmiş Qarabağ münaqişəsində ilk şəhidlərimizdən olan Bəxtiyar Quliyevin doğum günüdür. Bəxtiyar Quliyev Azərbaycanın ilk iki şəhidindən biridir. 1988-ci ildə Ağdamdan Əsgərana təşkil olunan dinc yürüyüş zamanı ermənilərin açdığı atəş nəticəsində Əli Hacıyevlə birlikdə şəhid olub. 32 il sonra doğum günündə Bəxtiyar Quliyevin xatirəsi doğma yurdunda anılıb. Ağdamın işğaldan azad edilmiş Şıxbabalı kəndində Qarabağ münaqişəsinin ilk iki şəhidinin biri Bəxtiyar Quliyevin xatirəsi anılıb. 1988-ci ildə ermənilər qətlə yetirəndə Bəxtiyarın 16 yaşı olub. Bacıları deyir ki, şəhid qardaşlarının xatirəsini 32 il sonra ilk dəfədir doğma yurdunda anmaq qismət olub. Atam çox tez cavan yaşlarında rəhmətə gedib. Atamdan sonra Bəxtiyar evin böyük uşağı idi. Və o, mama həmişə deyərdi ki, atan rəhmətə gedən kimi Bəxtiyar bütün yükü öz çiyinlərinə götürdü. Hətta 9-cu sinifdən başladı, getdi maşın ustası yanında öyrənməyə ki, mamaya dayaq olsun. Keçən ilin 10-cu ayıydı, mənə video atdılar ki, biz qəbri tapmışıq. Siz təsəvvür eləməzsiniz ki, biz o an, nə bilim, sevinç deyim, kədər deyim, ağlayırdıq, amma qəribə bir hiss idi. Həmin an elə icazə götürüb gəldik. Həm sevinirəm, vallahi, həm kədərlənirəm. Ona sevinirəm ki, qardaşımın məzarı tapılıb. Kədərlənirəm də ki, anam bu hissləri görmədi, anam yaşamadı, anam elə Bəxtiyar deyə də öldü. Fəxr edirəm ki, mən şəhid bacısıyam. Mənim qardaşım 16 yaş olmağına baxmayaraq getdi, yəni şəhidlik zirvəsinə ucaldı. Onu fəxr edirəm öz qardaşımla. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bəxtiyar Quliyev 1988-ci ildə Ağdamdan Əsgərana təşkil olunan dinc yürüyüş zamanı ermənilərin açdığı atəş nəticəsində şəhid olub. Məzarı doğulduğu Ağdam rayonunun Şıxbabalı kənd qəbristanlığındadır. Bəxtiyarın məzarını ziyarət elədik, ruhuna dualar oxuduq. Allah rəhmət eləsin, şəhidlər başımızın tacıdır. Biz onların anım günləridir, onların şəhid olduğu günləri də yaşatmalıyıq. Bu gələcək nəsil, gənc nəsil bilsin, tanısın. Bəxtiyar 16 yaşında şəhid oldu. Dinc insan idi, əli silahsız insan idi. Yeri gəlmişkən, Bəxtiyar Quliyevin baş daşının qalıqları ötən il aşkarlansa da dağıntılar səbəbindən məzarı hələ də müəyyən edilməyib. Bu səbəbdən digər şəhid qəbirlərinin yanında ona anım xatirə məzarı yaradılıb. Sadət Ayaz qızı, Aslan Məmmədli, Sənan Bəhrəmli, ATV Xəbər, Ağdam. Allah bütün şəhidlərimizə rəhmət eləsin.